Salam qızlar, hər biriniz yeni vloguma xoş gəlmisiniz. Bu dəfə sizi evdə təmizlik edərkən yox, hazırlaşıb çölə çıxarkən salamladım. Çünki biz Alenanı peyvənd etdirmişdik və evə gəldik. Alena da yatdı. Bundan sonra isə getdik yoldaşımla gəzməyə. Sadəcə burada başımıza gələcəklərdən xəbərsiz idi və burada sizin üçün balıqları çəkmişəm. Bilmirəm görəcəksiniz ya yox. Niyə başımıza gələnlərdən xəbərsiz idi? Bunu sizin üçün ətraflı formada danışacağım. Yaklaşık 30.000 yatak kapasitesi. Biz gəldik Targovya. Geçən maraqlı tədbir var idi. Tədbirin yanından keçdik təbii ki. Vaxt məhdudiyyətimiz olduğuna görə, evdə bizim bir körpə qızımız olduğuna görə tez-tez gəzməyə çalışırıq. Burada isə qızlar artıq növbəti gündür. Çünki həmin günü mən heç nə çəkə bilmədim. Alena çox pis keçirirdi bu peyvəndi. Yəni çox pis təsir etmişdi. Həm qızdırma qalxdı, həm də qaynanam elə biz yolda olarkən zəng etdi ki, Alena normal şəkildə gəzə bilmir. Yəni bir ayağını tam olaraq yerə basa bilmir. Təsəvvür edin ki, axşama kimi yəni ayağını basa bilmədi, ancaq uzanıq vəziyyətdə qaldı. Həm də qızdırma da qalxmışdı. Yəni çox ağır, çox çətin vəziyyətdə keçirdi. Sizdən necə olub? Uşaqlara əgər peyvənd etdirmisinizsə, 18-ci ayın xüsusən də peyvəndi necə keçib? Yəni bunu da yazsanız sevinərəm. Nəysə, həmin günü atlatdıq. Burada yenə də deyirəm, başımıza gələcəklərdən xəbərsiz yaşayıb gedirik. Elə bildim ki, artıq qızdırması düşdü. Səhəri günü artıq normal idi demək olar. Səhər saatlarında biraz ayağını yerə basa bilmədi. Ondan sonra isə düzəldi. Mən də fikirləşdim ki, artıq hər şey bitib. Burada da qabları yuyarkən biraz çox tezləşdirdim ki, siz sıxılmayasınız və səhər yeməyi yemişdik, həmin qabları yuyurdum. Bu arada bu vloqum həftəlik vloq oldu. Çünki son zamanlarda bir günlük vloqlar çəkirdim və fikir verirdim ki, həmin vloqlar monoton olduğuna görə yəqin ki, siz sıxılırsınız və çox insan izləmək istəmir. Qızlar, siz elə bir otağın vəziyyətinə baxın. Baxın bu ayaqqabıları Alena çıxarıb, Alenanın butulkası, hər şeyi Alena atıb yerə. Və bu hissədə bərbad gündədir. Bu tərəfi ümumiyyətlə göstərməyim. İndi yavaş-yavaş bu otağı yığışdıraq. Qızlar, bayaq Alena su içəndə orası su töküb. Ona görə də pastel də yeni dəyişdiyinə görə dəyişmək istəmirəm. Və belə yığacam, o hissədə qurusun. Çox azdır, amma bu parça belə fərqli materialdadır. O saat suyun, yəni su tökülən yer belə yayılır. Ora qurusun, ona görə də üstünə hələ ki sərməyəcəm. Qızlar, mən burada deyirəm ki, o hissəyə su dağılıb, amma indi vloqu editləyərkən görürəm ki, Alena hər axşam məndən oyanıb heç olmasa bir dəfə su istəyir. Və hər dəfə də, baxın gördünüz nə qədər yerdə ləkələr var idi. Onlar hamısı su ləkələridir və yəni onlar bir gündə, bir gün yarımda olmuş ləkələrdir. Ona görə də pasteli təzə dəyişdiyimə görə dəyişmək istəmədim. Amma istədim ki, bunu belə açıqlayım. Çünki üstü çox ləkəli görünür və çox pis görünür. Qızlar, dünən bunu bir bala pişik görmüşdüm. Mənim ayağımın altına girib əzilirdi. Yəni görməmişdim pişiyi. Necə gəlib ayağımın altına girmişdisə. Onu gördüm və peyvəndə getmişdik. Peyvənddən qayıdarkən belə bir pişik yeməyə aldıq. Amma pişiyi tapa bilmədik. Dünən də yadımdan çıxıb qalmışdı elə çantada. Belə saxlamışıq. Aşağı düşəndə o pişik olmasa da başqa pişiklərə bunu çantama atacağım ki, verə bilək. Çox balacaydı, yəni. Çox balaca bir pişik idi. İstəyirdim ki, ona yemək verim. Sadəcə ətrafda elə də bir market yox idi. Ona görə də işimizi görüb qayıdarkən vermək fikirləşdik.
Arada qızlar, bunu da göstərmək istirdim. Dünən almışıq, amma mən bundan istəmirdim. Çünki bunun tərkibində çiyələk var. Məncə elə dərman adi öz formasında olsa daha yaxşıdır. Bir çox uşaqda belə bir şey olub. Alina çiyələk yesə də allergiyası, səpkisi falan olmuyor. Amma yenə də məncə bundansa elə əvvəlki forması daha yaxşı idi. Hər yerdə axtardıq, tapa bilmədik. Sizin aranızda bundan istifadə edən olubsa, rəylərdə yazarsınız, reaksiyası falan olubmu? Yəni belə. Bunu hələ ki açmamışıq. Çünki dünən qızdırması oldu. 38-3-ə qədər qalxdı. Amma ondan sonra indi bugün düzəlib. İndi isə tez bazar makyajımı eləyim. Alina da orada ayaqqabılarına oynayır. Geyin deyir mənə ki, yəni ayaqqabını geyin, gedək. Mən də tez-tez hazırlaşım. Kızlar, bu arada həmişə bu salfetka burada olur. Mənim əlimin altında. O biri salfetkadansa məncə bu rulon formasında olanlar daha yaxşıdır. Çünki belə səliqəli formada qalır. Tez-tez istifadə edirəm. Məsələn, ən sevmədiyim şeylərdən biri əlimdə kremin, əlimin içinin, yəni krem olmağıdır. Ona görə də bu rahatdır mənə. Bu arada linerim də artıq bitib. Bu formada olanlar, yəni qələm formasında çox rahatdır. Sadəcə bunun da içində artıq demək olar ki bitib. Yenisini almalıyam. Hər dəfə mağazanın yanından keçirəm, amma unuduram. Hər dəfə fikirləşirəm ki, nəyə ehtiyacım var, fikirləşirəm ki, heç nə ehtiyacım yoxdur. Evə gəlirəm, makyaj edəndə yadıma düşür ki, bundan almalıyam. Belə qəribə bir döngünün içindəyəm. Əvvəlcə qaşımızı sabitləyək. Kızlar, gəldik, mamamgilə çatdıq. Oturduq, çay filan içdik, meyvə yedik. Bundan sonra isə başladıq yemək hazırlamağa. Dolma hazırlayırıq. Bunları mən bükürəm. Belə balaca bükmüşəm. Videoda biraz böyük düşür, amma balacadır. Məncə bu formada olanlar daha səliqəli görünür dolmalar. Belə qazanım da burada hazır. Bu formada. Kızlar, burada da mamamgillə birlikdə yeməkləri hazırlayırıq. Biz bir müddət belə oturduq, dedik, güldük, çayımızı içdik filan, yeməklərin hazırlığına başladıq və sonra bacımgil də gəldilər, onlar da qoşuldular bizə və bu formada keksim də artıq hazır oldu. Düzdür, bunu mən yarıya qədər etdim. Ondan sonra isə Alina ilə məşğul olmaq lazım oldu. Buna görə də sonrasını anamgil özləri etdilər və belə çiyələk də əlavə etmişdilər. Çox dadlı alınmışdı, çox dadlı idi, gözəl idi. Və burada da artıq bacım qızını görürsünüz. O da qonşunun pişiyi var idi, bala pişikləri idi. Bununla oynayırdılar. Qonşumuzda 3 pişik var və xanım 3 pişiyə baxır. Və bu da onlardan biri idi. Alina da çox maraqla pişiyi izləyirdi. Və yeməklərimiz artıq hazır oldu. Süfrəmizi də demək olar ki hazırladıq. Və son görüntüsü də süfrəmizin bu formada oldu. Əslində bu vlogu bayaq mən səsləndirdim. Sadəcə hal-hazırda hamı yatdığına görə çox aslıq tonda danışıram. Və buna görə də heç xoşuma gəlmədi. İnanın ki, bayaqki səs tonuyla buna baxsaydınız, indiyə çoxdan yatmış olacaqdınız. Ona görə də yenidən biraz tez-tez danışaraq səsləndirirəm. Ondan sonra isə yeməklərimizi filan yedik və getdik parka. Parkda da bizi yaxşıca yağış qarşıladı. Yarım saat idi getmişdik və yağış başladı yağmağa. Burada isə artıq evə qayıdırıq. Evə qayıtdıq və yuxarıdan belə baçoklar var idi, su baçokları. Onları götürdük, düşdük. Bizim binanın aşağı hissəsində belə bir yer var. Buradan su gəlir. 1 litri 10 qəpikdir. Biz həmişə marketdən alırdıq. Buna görə də fikirləşdik ki, bunu bir dəfə alaq və yoxlayaq. Dadı necə olur? İnanın ki, marketdə alınanlardan, yəni çox da fərqlənmir dadı. Çox yaxşıdır, heç bir tam filan yoxdur.
Buna görə də elə buradan aldıq. Qızlar, növbəti gündə isə biz getmişdik Əhmədliyə. Əslində elə də bir işimiz yox idi. Sadəcə fikirləşirdik ki, bizim üçün də, Alina üçün də dəyişiklik olsun. Əslində həmin günü sizin üçün vlog da çəkmək istəyirdim. Sadəcə çatdıra bildiklərimi çəkdim. Belə bir şalvar aldım. 10 manat idi bunun qiyməti. Markovdan almışdım, Əhmədli filialından və belə bir kofta almışdım. Bunu isə New Yorker'dan aldım. Çox gözəl, keyfiyyəti də yaxşı idi, qiyməti isə çox münasib idi. Təxmini 14 manat almışdım, bilmirəm səhv etmirəmsə. Burada da görürsüz, ya 15 ya da 14 manata idi. Biraz böyük ölçüdə aldım ki, geyinmək də mənim üçün gündəlik istifadə etmək rahat olsun. Bundan sonra isə yaşıl çay artıq içməyə başlamışam. Belə bir yaşıl çayımı içərkən, dəmləyərkən fikirləşdim ki, sizin üçün də bunu vloguma daxil edeyim. Yaşıl çay haqqında biraz araşdırdım və yazılmışdı ki, 80 dərəcədə dəmləmək lazımdır. Yəni biz çayını qaynadırıq. Bu zaman 100 dərəcə olur. Bir müddət gözləmək lazımdır ki, soyusun və 80 dərəcədə dəmləmək lazımdır. Təbii ki, mən belə etmirəm. Nə vaxt isti su tapsam, yəni o formada da dəmləyirəm. Bundan başqa isə mən sizə sual vermək istəyirəm ki, sizin aranızda yaşıl çay içənlər olubmu? Faydasını görmüsünüzsə rəylərdə yazmaqda unutmayın. Burada isə növbəti gündə mən pizza hazırlayırdım və fikirləşdim ki, niyə də sizin üçün çəkməyim? Çünki mən həftəlik vlog çəkirəm və həftə ərzində gördüklərimi günbəgün sizin üçün çəksəm daha maraqlı olar. Əgər bu formatı bəyəndinizsə, yəni sizin üçün belə daha maraqlıdırsa, yəni yazmağınız kifayətdir ki, mən bundan sonra həftəlik vlog çəkərəm. Onsuz da 5 gündə, 7 gündə, ən tez isə 3-4 gündə bir vlog paylaşıram. Əgər sizin üçün bu format maraqlı olsa, mən elə həftəlik vlog halında sizin üçün vloglar paylaşaram. Diqqətli izləyicilərim maraqla gözləyir ki, bəs başımıza gələcəklərdən xəbərsiz deyirdin. Bu söhbət nədir? Və buna görə də buna da aydınlıq gətirmək istəyirəm. Qızlar, Alinanın qızdırması bayaq, yəni mən sizə dedim ki, qalxmışdı və həmin günü də 38-lərdə oldu, 37-yə düşdü. Elə dərman içmədən də qızdırma öz-özünə, yəni getdi. Təxmini 2 gün keçdikdən sonra isə yenidən qızdırma başladı və 2 gün çəkən bir qızdırma oldu. Mən bayaq sizdən məsləhət almaq üçün sizə sorğu ünvanladığım o panadolu istifadə etməli oldum və şükür ki, heç bir yan təsiri olmadı. İnanın ki, qızdırma düşməyi bilmirdi. Bilmədim səbəb nədir, heç bir əlamət, yəni qrip əlaməti filan heç bir şey yox idi. Təsəvvür edin ki, uşağın kefi yerindədir, amma qızdırma var. Yəni 38-8-ə qədər qalxmışdı qızdırması və düşmürdü. Yəni 37-yə düşürdü, sonra yenidən qalxırdı. 2 günün sonunda isə mən panadolu verməyə davam etdim 6 saatda bir. Bundan sonra isə Viferon şam istifadə etdim və bu formada qızdırma 2 günün sonunda demək olar ki, getdi. İndi də sadəcə axşamlar biraz öskürür. Fikirləşirəm ki, boğazına bəlkə soyuq olub ya da boğazla əlaqəli idi. Heç yəni səbəbini başa düşmədim. Bu arada mən pizzamı qoydum bişməyə və bu formada göründü. Bu da ikinci pizzadır. Nazik etmişdim. Biraz xəmir istədiyim kimi alınmamışdı. Amma yenə də hamısı yeyildi və sevərək də yedik. Bu formada da son görüntüsü oldu. Kızlar, deməli, bütün gördüyüm işləri həftə ərzində demək olar ki, sizinlə bölüşdüm. Ümumi həftəmi sizinlə bölüşdüm. İndi də son olaraq belə bir şey bölüşmək istəyirəm ki, bizdə yastıqlar var idi divanın üstündə. Siz də görmüsünüz yəqin ki. Bənövşəyi rəngdə olanlar. Onları mən neçə vaxtdır ki, açmaq istəyirdim. Baxın, içləri belə olub. Bu içindəki parçadır. Bunu da açdım. İndi xlorlu suda qoymuşam burada. Ağarsın rəngi. Bunun rəngi əslində belədir. Amma rəngi baxın necə olub. Suyu da əməlli başlı, yəni qaralır get-gedə. Bunu açarkən çəkmədim. Çünki bu vlog ümumiyyətlə həftə ərzində çəkilənlər oldu. Çalışacağım sizin üçün günlük vloglarda bundan sonra çəkim, həftəlik vloglarda gələcək. Sizin üçün hansı maraqlıdırsa mənimlə bölüşməyi unutmayın. Üzləri isə atdım yuyulsun. Bundan sonra digərlərini də yuyacağım. Burada da bir neçə paltarım var, rənglər. Onlar da yuyulmalıdır. Yəni belə bugünlük işlərim bunlardır. Bir də
bəzi işlərim də var. Onları da görəcəm. Sizin üçün nə çəkə bilsəm, hər bir şeyi çəkməyə çalışacağam. Burada Alina otururdu. Bura qoyurdum ki, boyu biraz hündür olsun. Bunun da üzünü atdım, yuyulsun. Bu yaxşıdır. Çox pis vəziyyətdə deyil. Bunu yəni açmağa ehtiyac yoxdur. Digərlərini isə açmağa məcbur oldum. Burada da gördüyünüz kimi qərar verdim ki, bir keks hazırlayayım. Əslində fikirləşdim ki, əvvəlcə pankeklər hazırlayayım. Alina onları çox sevir. Sadəcə yeni bitmişdi. Bir neçə gün əvvəl hazırlamışdım. Fikirləşdim ki, uşaq da bezər. Buna görə də fərqli bir şey olsun. Buna görə də keks etmək qərarına gəldim. Əvvəlcə sadə, düz qabın içində bişirmək istədim. Bu arada burada da Alina üçün qatıq ayırıram. Çünki Alina qatığı çox xoşlayır. Mən də belə qaba əlavə edib kənarda saxlayıram ki, biraz isinsin. Yəni demək istədiyim, balaca qablar var idi. Sonradan fikrimi dəyişdim və balaca qablarda hazırladım. Məncə o formada olanda yeməkdə daha rahat olur. İndi son görüntüsünü gördüyünüz zaman nə demək istədiyimi anlayacaqsınız. Bu arada mən bunları edərkən Alina da yanımda oturmuşdu və peçenya vermişdim ki, yesin, başı qarışsın, məni çox incitməsin. Amma peçenyeni bütün hər yerə dökmüşdü, xırdalamışdı və üstü, başı, bədəni də biraz tərləmişdi və bütün təsəvvür edin ki, peçenya hamısı yapışmışdı bədəninə. Mən də keksi hazırlayarkən elə baldızım zəng elədi ki, sizə gəlirəm. Və əvvəlcə fikirləşdim ki, Alinanın üstünü, başını təmizləyim, ən yaxşısı. Ondan sonra isə otağı filan toz soranladım, amma o hissələri çox tez-tez etdiyimə görə sizin üçün çəkə bilmədim. Amma keksin son halını təbii ki, sizin üçün çəkmişəm. Qızlar, bu arada mən həmişə qaşıqla əlavə edirdim. Fikirləşdim ki, necə işimi rahatlaşdıra bilərəm. Bunu mən Araz marketdən almışdım bu qabı. Əslində bunu ölçü üçün almışdım ki, bəzən elə reseptlər olur ki, onları ölçü ilə verirlər və mən də ölçməyə qab tapmırdım evdə. Fikirləşdim ki, bu daha yaxşı olar. Üstündə qram, litr filan hər şey yazılıb. Amma son zamanlarda həm pankek bişirərkən, həm də belə keks hazırlayarkən bunun içinə əlavə edirəm və bu formada çox yaxşı, rahat formada əlavə etmək olur. Burada da bir neçə yerə belə nöqtə boyda xəmirindən tökülmüşdü. Onları da silirəm ki, bişərkən onlar qurumasın. Bu formada da hazır oldu. Qalan xəmiri də əlavə edirəm içinə. Xəmir dediyim, yəni bu qarışımı da əlavə edirəm. Bu formada gedirəm qabları yumağa, kekslərim isə bu formada bişir. Qızlar, bu arada mən hazırladım, bu formada tikdim. Çox da səliqəli olmasa da, yəni pis deyil, yaxşı oldu. Bundan 2 dənə idi, yəni içinə də belə sırıqlar atmışam. O hissələri tam çəkə bilmədim sizin üçün, amma istədim son halını göstərim. Baxın belə, bunun üzünü tez-tez yuyuruq, sadəcə içini yumamışdıq. Belə oldu, məncə yetərincə səliqəlidir. Əslində yunu didmək lazım idi. Qaynanam da dedi ki, eləyək, amma fikirləşdim ki, toz olacaq, istər-istəməz yunun tozu olacaq və bu formada oldu. Məncə pis olmadı. Sizcə necə oldu? Bu arada vloqumu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Vloqumu burada bitirirəm. Növbəti vloqlarda görüşərik. Kanalıma abunə olmağı unutmayın. Hələlik.